Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızistan, Bolqarıstan, Ərəbistan hamısında stan sözü var. Bu stan sözü hardan gəlir? Fars dilindəki ostan sözündən gəlir ki, bölgə deməkdir. Yəni durduğumuz yer mənasını verir. Qazaxıstan, yəni qazaxların yaşadığı yer. Bəs bu Fars dilindəki stan sözü hardan gəlir? Fars dili bilirsiniz ki, Hind-Avropa dillərindən biridir və kökəni gedir sta sözünə. Qədim Hind-Avropa dilindəki sta sözü də İngilis və Alman dilinə keçərək sadəcə to stand, yəni yerində durmaq mənasını verir. Yəni hardasa durursan, sonra yerləşirsən deməkdir. Yəni ingilis dilində stand olur. Latıncada isə status olur. Yəni siz sosial olaraq hansısa bir hiyerarxiyada yer tutursunuzsa, buna status deyirsiniz. Yəni orada da bir yer tutursunuz. Amma məntiq dəyişir. Yəni torpağı tutub orada qalırsansa o olur sənin regionun. İngilis dilində state'dir bu. Yəni ostan, state eyni kökdən gəlir. Hardansa fiziki olaraq durursan sonra to stand deyirsən ya da iştəhən deyirsən. Sosial olaraq hardasa durursansa ona status deyirsən. Yəni Qazaxıstandakı stanla status sözü bir kökdən gəlir. Bu Hind-Avropa dilindəki sözlərin mükəmməl təkamülüdür ki, bütün dillərdə var. Yəni çox möhtəşəmdir və dillərin təkamülünə bu formada baxandan sonra həyata da həqiqətən baxış dəyişir tam olaraq. Həmçinin biz müəyyən ruh hallarına sahib oluruq. Ona da biz state, condition deyirik. Yəni state, yəni sənin bugünkü ruh halın, durumun. Yəni bu da bir növ əslində hansısa bir Hind-Avropa tayfasının istifadə etdiyi söz olub. Sonra miqrasiyalar nəticəsində bu söz dəyişib, yayılıb, təkamül edib. Amma kökəni yenə də eynidir və məntiq eyni qalır. Yəni hardasa durmaq. Torpaqda durursansa ostan oldu. Hansısa sosial bir normativi daşıyırsansa statusun oldu. Normal fizik olaraq yerində durursansa stand oldu. Yaxud da ki bir dənə davam deyim. Avtobusluq gözləyəndə ya da qatar gözləyəndə nə edirik? Stansiyada dururuq. Yenə də hardasa dururuq. Stansiya da oradan gəlir.